Salam hörmətli izləyicilərimiz. Sizlə bugünkü dərsimiz Bulletin Functions'dır və bu gün Bulletin Function'ın qaydaları həm də tapşırıqlar işləyəcəyik və keçirik dərsimizə. Məsələn, ABC nədir? Keçənki dəfə kimi onu başa salmışdım. Prosta Bulletin Function'da o vardı. Yəni burada başqa bilmədiyim şeylər var. İndi onları da başa salıram. Məsələn, ABC nə üçündür? ABC ədədin müsbət dəyərini qaytarır. Məsələn, mən yazıram printə, məsələn, yazıram ABC. ABC yazıram -10 və bu yazdığım -10-u da müsbət çevirəcək. Baxın, gördünüz 10 elədi. Yəni mən dediyim kimi istəyirsiniz bura nümunə kimi yazım. Yazıram ki, ədədin müsbətini də qaytardım. Müsbət dəyərini qaytardım. Bu müsbət dəyərini qaytarır və keçirik öbürüsünə. Keçirik məsələn bool. Bool nə üçündür? Bool-u da başa salacağım. Bool məsələn bir rəqəm yazanda onu false true olduğunu qaytarır. Məsələn mən yazıram yenə printə. Bunu bir daha bağlayayım. Məsələn mən bura yazıram ki bool məsələn 0. Bool. Dəqiqə. Yəni bool yazıram 0. Bu mənə false qaytaracaq. False qaytaracaq. Gördünüz? False qaytardı. İndi mən məsələn printə yazıram ki bool yazıram məsələn 123. 123 qaytaranda artıq false qaytarmayacaq. True qaytaracaq. Gördünüz? Bu 0-a false qaytardı, o birisine true qaytardı. Bool onun üçündür. Yəni istəyirsiniz nümunə kimi yazıram. Nümunə kimi yazım. Məsələn, yaxşı. Nümunə kimi yazım, bir dəqiqə. True, false qaytarır. Qaytarır. True, false qaytarır, yəni dəyəri. Yazım bura dəyəri. Və keçirik indi enumerate. Enumerate nə üçündür? Enumerate də məsələn mən yazıram məsələn ABC-də. Məsələn bunu belə başa salım. Məsələn yazıram for i açıram bir dənə variable kimi. Virgül məsələn val in enumerate. 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 Mən məsələn onun içində yazıram ki, məsələn, dırnaq içərisində A virgül dəqiqə, virgül B virgül C. Bir dəqiqə. Sonra indi mən printə düşürəm. Yəni print edirəm. Məsələn, i ilə virgül val. Bunları baxırıq. Və indi siz print eləyə baxaq. Bunları bir indeks kimi verir. Məsələn 0A 1B 2C. Siz gəlin baxaq. 0A 1B 2C. Yəni enumerate-də həm indeksini, həm elementini verir. Ya o element onun üçündür. Bunu da yazıram. Yazıram bura. Dəqiqə üzr sayın. İndeksini, yəni indeksini şeyi qaytardı. İndeksinə elementi qaytarır. Elementi qaytarır. Bu bunun izahıdır. Yəni enumerate'in izahıdır. Və keçirəm mən input'a. Input'da yəni həmişə kimi başa salmışdım. İstifadəsini input alır və string qaytarır. Məsələn mən yazıram. Bunun da yazmıyorum çünki keçən dərslərimizdə var. Ona baxarsınız. Name bərabərdir. Məsələn çaşdım input. Input. Məsələn mən yazıram bura adın nədir? Məsələn də adın nədir? Məsələn yazıram. Məsələn bunu yazdım və printə çıxardıram. Məsələn name. Dəqiq. Adın nədir? Məsələn mən yazıram Omar. Məsələn.
İşte, yəni bir dənə bunu soruşacaq. Yəni inputda məsələn mən yazıram, istifadəçi input alır və o stringini qaytarır da, yəni. Bu onun üçündür. Tamam. İnşallah ki başa düşdünüz. Və keçirəm 5-ci. Max nə üçündür? Max da dostlar, ən böyük elementi qaytarır da. Məsələn, mən printə yazıram ki, məsələn, max. Max yazdım, yəni içinə məsələn yazıram 1,5,3. Burada mənə qaytaracaq, yəni 2 defaultları qaytarır, amma ən böyüyünü qaytarır. Məsələn, mən bu dəqiqə mənə 5-i qaytaracaq. Siz baxaq. Baxın, gördünüz 5-i qaytardı. Niyə? Çünki max ən böyük elementləri tapır 2, yəni default 2 valuelardan. Bunu da bir dənə yazıram. Ən böyük elementi tapır. Tapır. 2 default. İndi keçirəm. İndi keçirəm 1000-ə. 1000 nə üçündür? 1000 də yenə az olduğu da, yəni ən kiçik elementi tapır. Məsələn, mən 1000 yazıram. 1000 dırnaq və bunun içərisində yazıram ki, yenə 1, 5, 3 eyni şey yazıram. 1, 5, 3. Sonra burada məsələn mənə ən kiçiyi qaytaracaq. Baxın. Gördünüz, 1-i qaytardı. Niyə? Çünki 1000-i əlavə elədim. Yəni 2 defaultun ən kiçiyini tapır. Bunu da əlavə edeyim. Dəqiqə. Bunları bağlayayım. Baxın. Mən yazıram buraya ən kiçik elementi tapır. Elementi tapır. 2 default bunu yazayım. 2 defaultda, yəni ən kiçik elementi tapır. Mix zaman onun üçündür. Ya max min onun üçündür. Üzr sayı çaşdım. Məsələn, indi var range. Məsələn, range nə üçündür? Ardıcıl ədədlər yaradır. Məsələn, mən printin içərisində yazıram list. List tuple içərisində range məsələn yazıram 0,5, yəni 0-dan 5-ə qədər ardıcıl gətirəcəkdir. Baxın. Gördünüz 0, 1, 2, 3, 4. Yəni range onları ardıcıl gətirir. Məsələn, bu dəqiqə məsələn mən yazsam, yəni indeksləmə bilirsiniz də 0-dan başlayır. Məsələn mən bura indi 1 ilə 5 yazsam, baxın bir dəqiqə. 1 ilə 5 yazsam 1, 2, 3, 4 olacaqdır. Yəni başa düşdünüz necə? Yəni bu listlə range'in izahıdır. Yəni bunlar əslində dostlar built-in function-ın yəni qaydalarıdır. Sonra çalışmalarını yavaş-yavaş keçəcəyik. Əsas bunları başa düşək. Mən indi bunları bağlayıram. Məsələn, içinə yazıram. Ardıcıl ədədləri hesablayır. Ardıcıl ədədləri başa çıxardır. Ədədləri çıxarır. Nöqtə. Keçirik. Başqa len var idi. Len nə üçündür? Len isə onun uzunluğudur. Məsələn, printə yazıram mən. Len. Sonra və dırnaq içərisində yazıram salam. Bu mənim indi uzunluğu qaytaracaq. Neçə dənə olduğunu qaytaracaq hərflərdir. Məsələn, bunda 5 dənə hərf var da. Yəni məsələn, mən buraya yazım məsələn, telefon yazım. Yəni məsələn, kompüter yazım, fərqi yoxdur. Kompüter yazdım. Ya burada mənim neçə dənə hərf olduğunu qaytaracaq. Baxın 8 dənə. İndi yenə təzədən salam yazanda yenə 5 dənə qaytarır. Hərfin neçə dənə olduğunu qaytarır və salam. Len metodu da budur. Len metodu uzunluğunu qaytarmaq üçün. Uzunluğunu qaytarır. Sonra keçirik POW nə üçündür? Məsələn, POW da üstünü hesablayır da. Yəni
modul hesab verir. Mən POV yazmıram, amma başa düşməyəcək. Yəni round keçək. Round nədir? Ədədləri yuvarlaqlaşdırır. Məsələn, mən yazıram printə, məsələn yazıram round. Ədədi round özünüz də bilirsiniz də, yəni yuvarlaqlaşdırma, dönmə. Məsələn, mən yazıram 3 nöqtə, məsələn yazıram 14159 məsələn. İndi özümdən tutmuş yazıram. Burada mənə 3.14 qaytaracaq. Baxın gördünüz, yəni yuvarlaqlaşdırdı da, yəni riyaziyyatda necə elə bir 5-ə qədər yuvarlaqlaşdıranda artır. Bunda elə bir azaldı da. Baxın, indi məsələn bunu mən 500 eləyəsəm artacaq. Baxın, sizə baxaq. 500. Gördünüz 3.15. Niye? Çünkü 500 oldu diye. Aha. Aha 160. Yine 160 da eləsəm eyni şeydir. Baxın. Gördünüz 3.14. Aha. Bu rounddur da. Ədədi yuvarlaqlaşdırmaq üçündür. Sonra keçirik tip type-ına da, yəni o obyektin tipini tapır. Yəni onu bilirsiniz də. Məsələn, mən print-ə yeni yazıram. Type məsələn yazıram 5. Sonra məsələn print yazıram hello məsələn dırnaq içərisində hello və burada class setir çağıracaqdır. Çünki sizə baxaq. Class init, class setter. Çünki mən string içində yazmışam. Bu da integerdir. Mənim yazdığım bu init string, yəni integer içindəsin. Məsələn, mən bunu indi bu dəqiqə bağlasam, onu qaytaracaq. Baxın, class integer. İndi bunu bağlayıb, bunu açsam, bu qaytaracaq mənə string. Başa düşürsünüz necə? Yəni type da onun üçündür. Dəqiqə bunları. Dostlar, bu təxmini built-in function'ın hamısı belə başa saldığımdır. İndi gəlin biraz tapşırıqlar işləyək, yəni kodlar yazaq biraz. Dəqiqə. Aha. Məsələn, məsələn nə yaz bir dəqiqə. Məsələn, mən yazıram yenə. Bunları bir dənə bağlayacağım tonusa. Və yazıram məsələn def salamla məsələn. Yox. Ya da mən bir dəqiqə dostlar, üzr sahib biraz gözlədim sizi. Tapdım. Məsələn mən yazıram user bərabərdir. Məsələn integer içərisində int integerdir. Yəni bunun içərisində yazıram input məsələn mən bunun içinə daxil edirəm rəqəm daxil edin. İçərisində yazıram rəqəm daxil edin. Edin və mən məsələn bunu boşluq buraxaq. Məsələn user yazıram. User bərabərdir integerləri baxsın. Məsələn user yazdım. İndi baxaq. Rəqəm daxil edirəm. Məsələn yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8 və s. 9. Heç nə qaytarmadı. Niyə? Çünki mən integer qaytardım mənə. Məsələn mənə tipini qaytarsın. Sırf mən istəyirəm mənə tip qaytarsın. Onun üçün də yazacağıq. Bunu bağlayaq. Bir dəyərə bağlayayım. Bura girirəm, yazıram ki, məsələn print user print user və bunun tipini istəyirəmsə, demək print yazıram, yəni user nöqtə yadıma çıxdı. Type nöqtə user yazıdı. User. Və bu da bizim tipini istəyəcək. Bunları yazdım.
Niyə error verdi? Çünki ondan artıq yazmaq olmaz da. Yəni onu mən özüm eləməsini yazdım. Tamam. Bunu başa düşdünüz də, integer zaddır. Onları deyəsən başa düşdünüz. E, Məsələn, mən yazıram indi. Printə məsələn yazdım. ABC 25. Və bu mənə mənfi çevirəcək. Mənfi nə? Müsbət çevirəcək. İndi 25 qaytardım və sonra printə yazıram. Məsələn, indi təzə yazıram printə. ABC number. Number yox, mən heç yaratmamışam. Aha. Yox, vəbşi numberləri yazdım. Məsələn, mən yazıram. Bunları bağlayım. Axırıncıdır bu. Bundan sonra artıq dərsimiz bitir. Mən yazıram məsələn, deyək dostlar. Number 1. Number 1 məsələn 25. Number 1 nəsə 25 A100. Number 1 25. Bunu uzaqdan yazmışdım, o cəmə error verdi. Number 2 vergül 30. Və məsələn mən bunları toplamaq istəyirəm də. Yəni bunu əvvəlki dərslərdə başlamışım. Burası evə təkrar kimi gedirik və məsələn yazıram number 1 üstə gəlsin number 2. İndi mənə burada üstəgəlləri tapacaq da. Yəni məsələn o 2530 deyən. Çünki biz bunu şey cəhəti ilə elədik. Yəni 1000 ilə toplanılmış cəhətini elədik. Və dostlar, bugünkü dərsimiz bu qədər idi. İnşallah ki dərsini başa düşdünüz. Yəni burada built-in funksiyonun qaydalarına əsas başa düşdük. Çalışma biraz az oldu. Amma əsas deyəsən başa düşdünüz. Zəhmət olmasa dostlar, kanala like etməyi, abunə olmağı unutmayın. Dərslərimiz də həmişə kimi gələcək. Narahat olmayın. Sağ olun, sağ-salamat qalın. Növbəti dərslərdə görüşənədək.